qəhrəmanı olan mən Dıqdıq xanım sizi uşaqları musiqi dünyasına səyahətə dəvət edirəm. Bunlar bizim milli alətlərimizdir. Dostlarım, göstərin məharətinizi. Hörmətli qonaqlar, mən Peter. Keçən il Klara üçün əsərinin qəhrəmanı olaraq keçən il məktəbimizin şagirdlərini musiqi alətləri diyarına səyahətə aparmışdım. Gəlin, indi onlarla tanış olaq.
etdi. Peter isə klassik alətlərlə sizi tanış etdi. Mən deyim ən gözəl musiqi aləti hansıdır? Ən gözəl musiqi aləti elə insanın özüdür. Ən gözəl musiqi səsi isə insan səsidir. Ələxüsus da uşaq səsi. Musiqi ilahəsi olaraq mən Muza sizi daha gözəl səyahətə dəvət edirəm. O səyahətə ki, onu sevməyən yoxdur. Uşaqlar, yaxşı. deyirəm axı, gəlin də. Deyirəm ki, görəsən bu musiqi olmasaydı, nə edərdik? Əlbəttə ki, musiqisiz həyat yoxdur. Bəli, musiqi bəşəriyyətin universal dilidir. Sway me
edib çıxdım. Красивые мамы на свете, вас много в глаза, вы глядите открыто и прямо. Какую бы да ни звала нас дорога, нас всех провожают красивые мамы. Нас всех провожают красивые мамы. Мы маме так редко приносим букеты, но каждый так часто ее огорчает. А добрая мама прощает все это, красивая мама все это прощает. Красивая мама все это прощает. Нас в детстве она забавляет игрушкой, порой мы о чем-то ей шепчем счастливо. Когда-нибудь, мама, ты станешь постарше, но будешь по-прежнему самой красивой. Но будешь по-прежнему самой красивой. Bizim sevimli dünyaya bağlar, bizim sevimli bu köhneler. Kalan eşkiyle neler çalar, gözler fenerler, yüzler güler. Gözler fenerler, yüzler güler. Gözler fenerler, yüzler güler. Koruyoruz size insanlar, geleceğimiz bizim onlar. Koruyoruz sizi insanlar, geleceğimiz bizim onlar. Her yana gül gibi yayılsınlar onlar, her yana gül gibi gül bağlar. Her yana gül gibi yayılsınlar onlar, her yana gül gibi gül bağlar. Balalar neşli göğden için, kimse yazık bu sevdaya. Ataların ömrü köpeler için, kucasın bu nemle güle aya. Kucasın bu nemle güle aya. Kucasın bu nemle güle aya. Koruyoruz sizi insanlar, geleceğimiz bizim onlar. Koruyoruz sizi insanlar, geleceğimiz bizim onlar. Her yana gül gibi yayılsınlar onlar, her yana gül gibi gül bağlar. Her yana gül gibi yayılsınlar onlar, her yana gül gibi gül bağlar. İndi isə Qədimov Uğurun ifasında Sevgi Vaysını dinləyək. Bir vaxt uşaq idik dost idin mənə. Ağac açıq ayaq yalın gəzərdik bağları. Sən
hara gedirsən belə? Bura bax, qara özünsən. Nə saçı Suray xanıma, donu da Ray xanıma. Yaxşı, ay xanım, hara gedirsən belə? Kərə gedirəm, kürə gedirəm. Sənə nə var xara gedirəm? Özümə dost axtarıram. Dost axtarsan, mən hazır. İşte birdən acı qaldırsam səni, nə ilə uğrarsan məni? Siz buna baxın ha, bunun dostluğuna baxın. Sürmə çəkdim gözümə, düşdüm çölün düzünə. Dost kəsirəm özümə, dost gəl hardasan, tez gəl hardasan. Tık 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 tık, dost gəl hardasan, tez gəl hardasan. Tık 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 tık. Baxdım baxdım güzgüyə, baxdım baxdım özgəyə. Qorxdum qorxdum gözləyəm, ah gözəlimə, bax gözəlimə. Tık 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 tık, ah gözəlimə, bax gözəlimə. Tık 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 tık, ah gözəlimə, bax gözəlimə. Tık 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 tık, ah gözəlimə, bax gözəlimə. Tık 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 tık. Mona Lisa Absenti ifa edir Divizi Xoro. İşləyəni Süleyman Ələsgərov, ifa edirlər Əhməd İsmixan, Xalıq Zabud.
bilərsiniz, sadəcə əl çalacaq. Amma bir haşim var. Mən əl çalmayanda siz də əl çalmayın. Gəlin başlayaq. Cəfərov Millətəm ifa edir Atəşkəh xoro. Vereceğim cezamın
Dostlar, klassik alətlərdən danışdıq, insan səsindən danışdıq, milli alətlərimizdən danışdıq. Amma qeyd edim ki, qədim Azərbaycan aləti olan balaban qədər insanın daxili aləmini mənalı ifadə edən ikinci musiqi aləti tapmaq çətindir. Qərb musiqişünasları deyiblər ki, balaban səsi insan səsinə çox yaxın olan yeganə musiqi alətidir. Gəlin, məktəbimizin veteran müəllimi Nazim Muradovun ifasını dinləyək.
Çıxış edir Renesans xoru. Pirqaleziya Salvi Regina. Dirijor 11-ci sinif şagirdi Atakişiyeva Nigar.
love wasn't an endless song. What can I keep from singing? Non-stop touching my inner soul. What can I keep from singing? What can I keep from What's all the things around me was I know that you believe in. What's all the darkness around
sevinirəm, həm də kədərlənirəm. Sevinirəm ona görə ki, bu məktəbi bitirirəm. Bu məktəbi seçmişəm. Müəllimlərimin həm ciddi, həm də səmimi münasibəti sayəsində nailiyyətlər əldə etmişəm. Kədərlənirəm ona görə ki, artıq bu məktəbi bitirirəm. Məktəbin fəal şagirdi olaraq, böyük fəxrlə, məktəbin simvolik açarını 1-ci sinif şagirdinə təqdim edirəm. Yolunuz açıq olsun. Koy ben yine söhbət açım ilk baharımdan. Lənvər bir biçim öz diyarımdan. Kol bənləri kovan düzür, bir düzür, şivan düzür. Gel gel değişen Azərbaycan. Her günler şafalıdır, her gönlün sefalıdır. Her yanı gülşen Azərbaycan. El kızları düzüm düzüm kül qırağından. Min gül açı gəncəmizin hər budağından. Dost elləri Qarabağın av vüqarlıdır. Gel çölləri bu torpağın xoş baharlıdır. Ol məhvəri kovan düzüm, bir düzüm, şivan düzüm. Gel gel değişen Azərbaycan. Her günlər şafalıdır, hər gönlün sefalıdır. Hər yanı gülşən Azərbaycan. Her damlası dayla çalan gül xəzərim var. Hər ulduzun əvrəm olan min şəhərim var. Keçdim yenə çiçək çiçək hər mahalımdan. Öz yurdumun doymaz ürək yüz misalından. Bol məhvəri kovan düzü, bir düzü, şivan düzü. Gel gel değişen Azərbaycan. Hər günlər şəfalıdır, göy göllər səfalıdır. Hər yanı gülşən Azərbaycan. Hər yanı gülşən Azərbaycan. Axşamınız xeyir olsun, hörmətli, dəyərli qonaqlarımız, əziz müəllimlər, valideynlər. İbtidai musiqi təhsili verən, mədəniyyətimizə, incəsənətimizə xidmət edən bu məkanda hər birinizi xoş gördük. Gələcəyimiz olan uşaqlarımızın ibtidai musiqi təhsilinə yiyələnməsi, davam etdirməsi çox mühüm məsələdir. Çünki musiqi təhsili alan uşaqlar təbii ki, həyatda mükəmməl insan olaraq cəmiyyətdə öz yerlərini tuturlar. Bizim də əsas məqsədimiz milli mədəniyyətimizi, eyni zamanda dünya mədəniyyətini bu şagirdlərimizə çatdırmaq, onları inkişaf etdirməkdir. Təbii ki, bu işdə bizə dəstək olan, tabeliyində fəaliyyət göstərdiyimiz Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə, hörmətli İbrahim müəllim, siz başda olmaqla mədəniyyət idarəmizin bütün əməkdaşlarına təşəkkür edirik. Vaxtınızı ayırdığınız üçün, bizim balalarımızı dinlədiyiniz üçün minnətdarıq sizə. Musiqi və incəsənət təhsili sektoruna və bu sektorda fəaliyyət göstərən mənim əziz kolleqalarıma, musiqi məktəblərinin direktorlarına, sizlərə təşəkkür edirəm. Uzun illərdir ətrafımızda
fəaliyyət, yəni məktəbin ətrafında fəaliyyət göstərən ümumi təhsil məktəbləri ilə əməkdaşlıq edirik və bu gün burada 49 nömrəli Məktəb Liseyin direktoru Elza xanım, çox sağ olun gəldiyiniz üçün, minnətdarım. Sizinlə birgə tədbirlərimiz davam edəcək inşallah. Burada Səbail rayon Yeni Azərbaycan Partiyası, Səbail rayon təşkilatının üzvləri iştirak edirlər. Sədaqət xanım, çox sağ olun. Minnətdarım hər birinizə. Və təbii ki, bizim şagirdlərimiz Respublikada, demək olar, Bakı şəhərinin ən möhtəbər səhnələrində öz çıxışlarını ediblər. Nəinki Bakı şəhərində, doğma Azad Qarabağımızda və onun müxtəlif bölgələrində məhz xor kollektivlərimizin dəfələrlə çıxışları olub. Təbii ki, bu sevindirici bir haldır, amma nə olursa olsun bizim balalar üçün ən doğma səhnə elə öz məktəbimizdir. Bu səhnədən biz məzunlarımızı yola salırıq. Bugün bizim Muza kimi qəhrəmanımız Gülnur məktəbi bitirir, məzun olur. Estafeti balaca Məryəm balamıza təqdim elədi. Bizim də çalışdığımız odur ki, bu uşaqlar təbii ki, yaxşı, istedadlı şagirdlərimizin yolunu davam etdirsinlər. Vaxtınızı çox almaq istəmirəm. Böyük məmnuniyyətlə İbrahim müəllim sizi bura dəvət edir. Biz də burada Azərbaycan Televiziyasının əməkdaşı Elnur müəllim dəvətimizi qəbul etdiyinizə görə sizə də minnətdaram. Çox sağ olun. Hörmətli xanımlar, cənablar, hörmətli müəllimlər, valideynlər, mən də hər birinizi salamlayıram. Əziz şagirdlərimizə dərin təşəkkürümü bildirirəm gözəl ifaları üçün. Xahiş edirəm onları bir ürəkdən almışsınız. Məzunlarımızı da təbrik edirəm. Yəqin ki, bu sahəni davam edən məzunlarımız da var. Hər birinə hansı sahədə davam etməsindən asılı olmayaraq uğurlar arzu edirəm. Mən də fürsətdən istifadə edib dəyərli qonaqlarımızı salamlayıram. Çox sağ olun ki, iştirak etmişsiniz burada. Deməli, Azərbaycan Televiziyasının musiqi və əyləncəli proqramlar redaksiyasının baş redaktoru Elnur müəllim buradadır, salamlayıram. Fəlsəfə elmləri doktoru, xoreografiyanın baş müəllimi Gülmirə xanım Cəfərovanı salamlayıram. Mehin xanım da qeyd elədi, musiqi məktəblərinin əsas bazası olan orta məktəblərdir. 49 nömrəli İntellekt Liseyin direktoru Elza xanımı salamlayıram. Konsert proqramları bilirsiniz, tədris ili başa çatanda məktəblər il ərzində gördüyü əziyyət çəkdikləri işləri, hesabat konsertləri ilə göstərirlər. Artıq az qalıb, bir neçə məktəb qalıb. Bu hesabat konsertləri bitəcək. Buraxılış imtahanları gedir. Mən bizim məzunlara uğurlar arzu edirəm. Darıxmasınlar, oxuyan hər bir kəs layiqli qiymətini də alacaqdır. Onlara uğurlar arzu edirəm. Eyni zamanda qeyd eləmək istəyirəm ki, bu yaxınlarda bizim əziz gül balalarımız, uşaqların beynəlxalq müdafiəsi günü ilə əlaqədar biz Bakı şəhər mədəniyyət baş idarəsi olaraq çox hörmətli dəstəkçilər vasitəsilə Min səs, bir vətən layihəsi həyata keçirdik. Burada da təbii ki, bəzi adamlar iştirak edirlər. O layihədə də əziyyəti keçən hər bir kəsə təşəkkür edirəm. Sonda
bildirmək istəyirəm ki, bugün Cövdət Hacıyevin doğum günüdür. Dəyərli sənətkarımızı da hörmətlə anırıq. Yəni, təsadüf deyil, bilərəkdən Mehin xanım bugün Hesabat konsertini təşkil edibdir. Sonda bildirmək istəyirəm ki, Cövdət Hacıyev adına 11 illik musiqi məktəbinin direktoru, hörmətli Mehin xanım başda olmaqla bütün kollektivinə uğurlar arzu edirəm. Təltiflər var idi, Altun mənim. Buyurun. İbrahim mənim sözlərindən sonra nəsə deməyə ehtiyacı yoxdur. Təşəkkür edirik məktəblərimizə, şagirdlərimizə belə diqqət göstərdiyinizə görə. 1000 səs bir vətən layihəsində 1000 şagirdimiz və onları yetişdirən müəllimlərimiz iştirak edib öz yerində, amma bir neçə seçilən şəxslər var ki, onları İbrahim müəllimin adına təşəkkür olmayan tərtib etmək istəyirik. Fikrət Əmirov adına 6 nömrəli 11 illik İncəsənət Məktəbinin müəllimi Zülfiyə İbrahimova. Min səs bir vətən layihəsinin həyata keçirilməsində göstərdiyi dəstəyə görə təltif olunur. Cövdət Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin müəllimi Aytən Zəfərova. Zülfiyə xanımı az alqışladılar. Bir dənə də müəllimimizi alqışladılar. Bu layihədə orkestrlər nə qədər əziyyət çəkmişdisə, bir o qədər rəqsimizi quran Zülfiyə xanım o qədər əziyyət çəkmişdi. Xahiş edirəm, gurultular. Dörd nömrəli Uşaq İncəsənət Məktəbinin müəllimi Dönə Həsənova. Azərbaycan Televiziyasının musiqi və əyləncəli proqramlar redaksiyasının baş redaktoru, hörmətli Elnur Qədirov. Hem gurur duydum hem de kövrəldim çünkü öz uşağımın yanına düşdüm. Və qısaca olaraq onu deyə bilərəm ki, məndən soruşsalar ki, hansı folk ailəsini sevirsən, deyərəm ki, Renesans uşaq folkludur. Bir nəfər qalıb, ənənəmiz davam edir. Kimdir sizcə bu? Uşaqlar, kimdir sizcə? Eşitməyin.
Təbii ki, bu layihədə çox adamın əziyyəti olubdur. Biz bilirik, hələ layihələrimiz də davam edir. Bundan sonra daha bir güclü layihə ilə inşallah çıxacaq qarşınıza. Hər kəs təbrik edir. Çok sağ olun.